Yoldaşlar, hər vaxtınız xeyir olsun. Mən Pərvin Quluzadə, qanunvericilik üzrə təlimçi. Bu gün sizlər üçün dövlət qulluğu haqqında qanundan ixtisas dərəcələri və təsnifatların izahını verəcəm. Diqqətlə qulaq asın və bu cür videoların davamlı paylaşılmasını istəyirsinizsə, kanalıma abunə olub bildiriş butonunu da açıq saxlamağı unutmayın. Yoldaşlar, bildiyimiz kimi dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərin mənbəyindən, yəni hardan formalaşmasından və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür. Yoldaşlar, siyasi vəzifələri tutan şəxslərin hüquqi statusu isə başqa qanunvericilik aktları ilə müəyyən olunur. Yəni, dövlət qulluğu haqqında qanun onlara şamil olunmur. Əgər dövlət qulluğu haqqında qanunda başqa hal nəzərə tutulmayıbdırsa. Yəni, onlara dövlət qulluğu haqqında qanunun müddəaları şamil edilmir. Onların hüquqi statusu başqa qanunvericilik aktları ilə müəyyən edilir. Çünki siyasi vəzifə tutan şəxslər bir qayda olaraq dövlət qulluqçusu hesab olunmur. İnzibati vəzifələrdə yoldaşlar, ali 5-ci kateqoriya dövlət orqanlarının strukturuna daxil olan struktur qurumların, struktur bölmə rəhbərlərinin, müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin vəzifəsidir. İnzibati vəzifə tutan şəxsin hüquqi statusu müvafiq orqanın səlahiyyətləri ilə müəyyən edilən qanunvericilik aktları, habelə vəzifə təlimatı ilə müəyyən edilir. Yoldaşlar, yardımcı vəzifələr ali 5-ci kateqoriya dövlət orqanlarında texniki işləri həyata keçirən dövlət qulluqçularının vəzifələridir. Bunlara hansılar aiddir? Kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və s. Həmçinin yoldaşlar, yardımçı vəzifə tutan dövlət qulluqçularının da hüquqi statusu müvafiq orqan səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən edilir. Keçid alaq təsnifatlara yoldaşlar. Təsnifatları mən sizə kodlarından deyəcəm. O şəkildə yadda saxlayacaqsınız. Məsələn, ali kateqoriya dövlət orqanında yoldaşlar, aparat rəhbəri ali təsnifatdır, yəni 0. Aparat rəhbərinin müavini 1-ci təsnifat vəzifədir. Bölmə şöbə müdürü və yaxud da bölmə müdürü 1-ci təsnifat vəzifədir. Bölmə rəhbərinin müavini və yaxud da şöbə rəhbərinin müavini 2-ci təsnifatdır. Mütəxəssislər isə 3-dür. Yoldaşlar, mütəxəssisləri tapmağın yolu çox sadədir. Hər kateqoriyada mütəxəssisləri tapmağın yolu qısaca olaraq bu cür yadda saxlayın. Kateqoriyanın üzərinə üst gələrək. Kateqoriyanın üzərinə üst gəlməklə mütəxəssis vəzifəsini, təsnifatını tapmış olursunuz. Deməli, yoldaşlar, bir misal çəkim sizə. Məsələn, Milli Məclisdə tutaq ki, aparıcı məsləhətçi və yaxud da Nazirlər Kabinetində aparıcı məsləhətçi vəzifəsi. Deyir ki, neçənci təsnifat vəzifədir. O saat düşünməlisiniz. Nazirlər Kabineti neçənci kateqoriya dövlət orqanıdır? Ali kateqoriya dövlət orqanıdır. Ali kateqoriya dövlət orqanlarında da bildiyimiz kimi mütəxəssislərin vəzifəsi 3-dür, 3-cü təsnifatdır. Deməli, Nazirlər Kabinetində aparıcı məsləhətçi vəzifəsi 3-cü təsnifat vəzifə hesab olunur. Deməli, yoldaşlar, burada bir sıra qeydlər var. Nədir? Bunlardan əsas yadda saxlamalı olduğunuz, yəni testdə ən çox düşən adətən bunlardır. Sizin üçün sadalayıram. Məsələn, sizə testdə verə bilər ki, Prezident administrasiyasında 1-ci vitse-prezidentin fəaliyyətini təmin edən struktur bölmə rəhbəri vəzifəsi neçənci təsnifatdır? Yoldaşlar, bu ali təsnifatdır. Prezident administrasiyası ali kateqoriya dövlət orqanıdır. Orada 1-ci vitse-prezidentin fəaliyyətini təmin edən struktur bölmə rəhbəri vəzifəsi isə ali təsnifatdır. Məsələn, prezidentin köməkçisi deyər ki, neçənci təsnifatdır? Bu 1-ci təsnifatdır. Həmçinin 1-ci vitse-prezidentin köməkçisi də 1-ci təsnifat vəzifə sayılır. Baş nazirin köməkçisi düşür 2-ci təsnifata, Milli Məclis sədrinin köməkçisi isə düşür 2-ci təsnifat vəzifəyə. Yoldaşlar, prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi testdə də düşmüşdü dəfələrlə. 1-ci təsnifat vəzifə sayılır. Naxçıvan Muxtar Respublikasında prezidentin səlahiyyətli nümayəndələrinin vəzifələri 1-ci təsnifat vəzifə sayılır. 2-3 yoxa, 1-ci təsnifat vəzifə sayılır. Baxmayaraq ki, Naxçıvandır, amma prezidentin səlahiyyətli nümayəndəsi olduğu üçün 1-ci təsnifat vəzifə sayılır. Prezidentin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri o da düşür 1-ci təsnifata, yoldaşlar. Baş nazirin müşaviri 2-ci təsnifatdır. Hesablama palatası sədrinin müşaviri 3-cü təsnifat vəzifə hesab olunur. Bunları sizin üçün ayrı-ayrılıqda qeyd etmişəm ki, bunlar əvvəllər imtahanlarda istifadə olunan test tapşırıqlarıdır. Deməli, yoldaşlar, 1-ci kateqoriya dövlət orqanlarında aparat rəhbəri 1-ci təsnifat, aparat rəhbərinin müavini 2-ci təsnifat,
bölmə rəhbəri 2-ci təsnifat, yəni şöbə müdiri 2-ci təsnifat, bölmə rəhbərinin müavini 3-cü təsnifat, yəni şöbə müdirinin müavini 3-cü təsnifat, mütəxəssislər isə 4-cü təsnifata düşür. Niyə? Çünki birinci kateqoriya dövlət orqanlarında kateqoriyanın üzərinə 3 gəlməklə tapırıq ki, mütəxəssisin vəzifəsi neçənci təsnifatdır? Təbii ki, 4-cü təsnifatdır. Məsələn, hesablama palatasında belə deyim, hesablama palatasında məsləhətçi mühasib vəzifəsi neçənci təsnifatdır? Biz bilirik ki, yoldaşlar, hesablama palatası Milli Məclisin yaratdığı qurumdur və birinci kateqoriya dövlət orqanıdır. Birinci kateqoriya dövlət orqanında da mütəxəssis tapmaq üçün nə edirik? Kateqoriyanın üzərinə 3 gələrik. Yəni 1-in üzərinə 3 gələrik, 4-cü təsnifat vəzifə sayılır. Yoldaşlar, ikinci kateqoriya dövlət orqanlarında Naxçıvanda, məsələn, Ali Məhkəmədə, Naxçıvanın Nazirlər Kabinetində, Naxçıvanın prokurorluğunda aparat rəhbəri 2-ci təsnifat, aparat rəhbərinin müavini 3-cü təsnifat vəzifədir. Bölmə rəhbəri və yaxud da şöbə müdiri 3-cü təsnifat, bölmə rəhbərinin müavini, şöbə müdirinin müavini 4-cü təsnifat, mütəxəssislər isə 5-ci təsnifat vəzifə sayılır. Məsələn, Naxçıvanın Nazirlər Kabinetində aparat rəhbərinin müavini vəzifəsi deyər ki, neçənci təsnifat vəzifədir. Biz bilirik ki, Naxçıvanın Nazirlər Kabineti 2-ci kateqoriya dövlət orqanıdır. 2-ci kateqoriya dövlət orqanında Naxçıvan orqanları üçün aparat rəhbərinin müavini 3-cü təsnifatdır. Deməli, bu vəzifə 3-cü təsnifata düşəcək. Yoldaşlar, 2-ci kateqoriya Azərbaycanın orqanlarında, nazirliklərdə, apellyasiya məhkəmələrində, Mərkəzi Seçki Komissiyasında, Hərbi Prokurorluqda, Prezident yanında Ali Attestasiya Komissiyasında və s. qurumlarda aparat rəhbəri 3-cü təsnifat vəzifədir, aparat rəhbərinin müavini 3-cü təsnifat vəzifədir, bölmə rəhbəri 4-cü təsnifat, bölmə rəhbərinin müavini 4-cü təsnifat, mütəxəssislər isə 5-ci təsnifat vəzifə sayılır. Məsələn, yoldaşlar, tutaq ki, apellyasiya məhkəməsində sual olaraq düşər ki, apellyasiya məhkəməsində hakim köməkçisi neçənci təsnifat vəzifədir? Yoldaşlar, siz düşünməlisiniz ki, apellyasiya məhkəməsi neçənci kateqoriya dövlət orqanıdır. Biz bilirik ki, apellyasiya məhkəməsi 2-ci kateqoriya dövlət orqanı hesab olunur. Burada da qeyd olunub. 2-ci kateqoriya dövlət orqanlarında da mütəxəssislərin vəzifəsi 5-ci təsnifat vəzifə sayılır. Yadda saxlayın. Yoldaşlar, burada bir sıra qeydlər var. Bildiyimiz kimi, Bakı şəhər icra hakimiyyəti başçısının müavini 2-ci təsnifat vəzifə sayılır. Amma digər yerli icra hakimiyyəti orqanlarının başçılarının müavinləri isə 4-cü təsnifat vəzifə hesab olunur. Yoldaşlar, sizə sual kimi düşərsə, məsələn, digər yerli icra başçılarının müavinlərini vəzifəyə kim təyin edir? Yadda saxlayın ki, bir qayda olaraq, yerli icra hakimiyyəti başçılarını vəzifəyə təyin edən subyekt prezidentdir. Prezident həmçinin də Bakı şəhər icra hakimiyyəti başçısının müavinini vəzifəyə təyin edir. Amma Səbail rayon icra hakimiyyəti başçısının müavinini vəzifəyə təyin edən elə Səbail rayon icra hakimiyyəti başçısının özüdür. Niyə? Çünki Bakı şəhər icra hakimiyyətinin başçısının müavini prezidentdir, vəzifəyə təyin edir. Amma digər yerli icra və rayon şəhər icra hakimiyyəti başçılarının müavinlərini vəzifəyə təyin edən subyekt isə onların öz başçılarıdır. Onlar isə vəzifəyə təyin eləmək üçün birinci növbədə prezident administrasiyasının rəhbəri ilə razılaşdırma aparırlar. O razılaşma əsasında öz başçının müavinlərini özləri təyin edirlər. Yadda saxlayın. Yoldaşlar, məsələn, sizdən testdə soruşar ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində tutaq ki, hər hansı bir şöbə müdiri və yaxud da bölmə rəhbərinin neçənci təsnifat vəzifə sayılır. Yoldaşlar, biz bilirik ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 2-ci kateqoriya dövlət orqanıdır. 2-ci kateqoriya dövlət orqanlarında isə bölmə rəhbəri və yaxud da şöbə müdiri düşür 4-cü təsnifata. Deməli, orada şöbə müdiri vəzifəsi düşəcək 4-cü təsnifat vəzifəyə. Yadda saxlayın. Məsələn, yoldaşlar, keçək 3-cü kateqoriya. 3-cü kateqoriya dövlət orqanlarında var prezident tərəfindən təyin edilən, yəni MİHO yanında yaradılan dövlət orqanlarının, dövlət agentlikləri və dövlət xidmətlərində var prezident tərəfindən vəzifəyə təyin olunub, vəzifədən uzaqlaşdırılan belə deyim, vəzifələr. Bir də var prezident tərəfindən təyin olunmayan vəzifələr. Bunların təsnifatları dəyişir. Deməli, yoldaşlar,
Prezident tərəfindən MİHO yanında yaradılan dövlət agentliyinə və dövlət xidmətində vəzifəyə təyin olunan şəxslər və vəzifədən azad olunan şəxslər rəhbər vəzifə olduqda 2-ci təsnifata düşür, rəhbər müavini olduqda 3-cü təsnifata düşür, aparat rəhbəri olduqda 4-cü təsnifat sayılır, aparat rəhbərinin müavini 4-cü təsnifat, bölmə rəhbəri, şöbə müdiri 5-ci təsnifat, bölmə rəhbərinin müavini, yəni şöbə müdirinin müavini 5-ci təsnifat, mütəxəssislər isə 6-cı təsnifata düşür. Prezident tərəfindən təyin olunmayanlarda isə yoldaşlar, rəhbər 3-cü təsnifat sayılır, rəhbər müavini 4-cü təsnifat vəzifə sayılır, aparat rəhbəri 4-cü təsnifat sayılır, həmçinin aparat rəhbərinin müavini də 4-cü təsnifat vəzifə sayılır, bölmə müdiri və yaxud da şöbə müdiri 5-ci təsnifat, bölmə müdirinin müavini və yaxud da şöbə müdirinin müavini 5-ci təsnifat, mütəxəssislər isə 6-cı təsnifat vəzifə sayılır. Yoldaşlar, xarici ölkələrdə Azərbaycan Respublikasının ticarət nümayəndələrinin aparatlarının nümayəndəsi 2-ci təsnifat vəzifə sayılır. Yadda saxlayın. Anadolu Osmanlı regional mərkəzində rəhbər 4-cü təsnifatdır, rəhbər müavini 4-cü təsnifat vəzifə sayılır. Yoldaşlar, Naxçıvanda Mərkəzi Seçki Komissiyası və yaxud da Naxçıvanın digər nazirliklərində və Televiziya Radio Şurasında aparat rəhbəri 5-ci təsnifat vəzifə sayılır, aparat rəhbərinin müavini 5-ci təsnifat sayılır, bölmə rəhbəri düşür 5-ci təsnifata, bölmə rəhbərinin müavini 5-ci təsnifat, mütəxəssis isə 6-cı təsnifata düşür. Niyə? Çünki Naxçıvanın bu qurumları 3-cü kateqoriya dövlət orqanıdır. 3-cü kateqoriya dövlət orqanlarına da mütəxəssislər kateqoriyanın üzərinə üst gəlməklə tapsaq 6-cı təsnifat vəzifə edir. Yoldaşlar, ağır cinayət, inzibati, kommersiya və hərbi məhkəmələrdə hakim köməkçisi vəzifəsi deyək ki, neçənci təsnifatdır? Təbii ki, 6-cı təsnifatdır. Niyə? Çünki bu ağır cinayət, inzibati, kommersiya və hərbi məhkəmələr bilirik ki, 3-cü kateqoriya dövlət orqanıdır. 3-cü kateqoriya dövlət orqanlarında da mütəxəssislərin vəzifəsi 6-cı təsnifata düşür. Niyə? Çünki kateqoriyanın üzərinə 3 gəlir. 3 plus 3, kateqoriya, yəni 3-cü kateqoriya plus 3, 6-cı təsnifat vəzifə eləyir. Bakı şəhər prokurorluğunda yoldaşlar, hər hansı bir mütəxəssis vəzifəsi, yəni aparıcı məsləhətçi, baş məsləhətçi vəzifəsi 6-cı təsnifat vəzifə sayılır. Yoldaşlar, 4-cü kateqoriya dövlət orqanlarında, yerli icra hakimiyyəti orqanlarında bölmə rəhbəri 6, bölmə rəhbərinin müavini 6, mütəxəssis isə 7-ci təsnifat vəzifə sayılır. Yerli icra hakimiyyəti orqanlarında yerli icra başçılarının müavinlərinin vəzifəsi 4-cü təsnifat vəzifədir, yoldaşlar, yadda saxlayın. Amma Bakı şəhər istisnaydı. Bakı şəhər icra hakimiyyətində bildiyimiz kimi icra başçısının müavini düşür 2-ci təsnifata. O istisnadır. Amma qalanları düşür 4-cü təsnifat vəzifəyə. Mərkəzi icra hakimiyyəti orqanlarının, yəni MİHO-nun yerli bölmələrində rəhbər vəzifəsi 5-ci təsnifat vəzifədir, rəhbər müavini 6-cı təsnifat vəzifədir, mütəxəssis isə 7-ci təsnifat sayılır. Bakı şəhər icra hakimiyyətinin başçısının yanında yaradılan orqanlarda rəhbər 5-ci təsnifat, rəhbər müavini 6-cı təsnifat, mütəxəssis 7-ci təsnifatdır. Rayon şəhər məhkəmələrində, prokurorluqlarında, həmçinin hərbi prokurorluqda mütəxəssislərin vəzifələri düşür 7-ci təsnifata. Məsələn, Yevlax rayon məhkəməsində iclas katibi və yaxud da hakim köməkçisi düşür 7-ci təsnifat vəzifəyə. Niyə? Çünki kateqoriyanın üzərinə üst gələrək biz bilirik ki, 4-cü kateqoriya dövlət orqanı olduğuna görə rayon məhkəməsi, onun üzərinə üst gəlməklə biz artıq o mütəxəssisin vəzifəsinin 7-ci təsnifat olduğunu tapmış oluruq. Yoldaşlar, 5-ci kateqoriya dövlət orqanlarında Azərbaycan üçün, həm də Naxçıvan üçün MİHO-nun tabeliyində yaranan qurumun yerli bölmələri rəhbər vəzifəsi 7-ci təsnifat sayılır, rəhbər müavini 7-ci təsnifat, mütəxəssis də 7-ci təsnifat. Yəni burada hər biri 7-ci təsnifat vəzifə sayılır. İstər rəhbər, istər rəhbər müavini, istərsə də mütəxəssisin vəzifəsi. Həmçinin bunlar burada inzibati ərazi dairələrində nümayəndəliklər var. Yəni kənd sovetlikləri var. Kənd sovetliklərində də bu vəzifələr 7-ci təsnifat vəzifə sayılır. Yoldaşlar, 1-ci, 2-ci təsnifatda dövlət qulluğunda azı 5 il qulluq stajı, həmçinin həmin təsnifata daxil olan vəzifələrdə azı 3 il vəzifə olmalıdır ki, vəzifə tutmaq lazımdır ki, bu təsnifatdan olan vəzifələrdə çalışmaq üçün. Həmçinin qulluq stajı deməli 3 il olan şəxslər 3-cü, 5-ci təsnifat vəzifədə çalışa bilərlər. Həmçinin qulluq stajı azı 2 il olan şəxslər 6-7-ci təsnifat vəzifələrdə çalışa bilərlər. Deməli, yoldaşlar,
Yardımçı vəzifələrin də təsnifatları var. Bir sıra təsnifatlara bölünür. Deməli yoldaşlar, yardımçı vəzifələrdə, yəni yardımçı vəzifələr biz dedik hansıdır? Kuryer, maşinçi, liftçi, arxiv qeydiyyatçısı, kargüzar və s. Deməli yoldaşlar, bu vəzifələrin birinci təsnifatı ali kateqoriya dövlət orqanlarında texniki vəzifələrdir. Yəni yardımçı vəzifələrin birinci təsnifatı düşür ali kateqoriya orqanlarına. Birinci kateqoriya dövlət orqanlarında texniki vəzifələr ikinci təsnifat, yardımçı vəzifələrin ikinci təsnifatı sayılır. İkinci, üçüncü kateqoriya dövlət orqanlarında, yəni nazirliklərdə, agentliklərdə, paqonlu xidmətlərdə və yaxud da paqonsuz xidmətlərdə texniki vəzifələr yardımçı vəzifələrin üçüncü təsnifatına aiddir. Məsələn, miqrasiya xidmətində liftçi üçüncü təsnifat vəzifə sayılır. Məsələn, tutaq ki, vergi xidməti biz bilirik ki, dövlət vergi xidməti biz bilirik ki, üçüncü kateqoriya dövlət orqanıdır. Üçüncü kateqoriya dövlət orqanında da, yəni vergi xidmətində də texniki vəzifə düşəcək üçüncü təsnifata. Yəni, məsələn, vergi xidmətində kargüzar düşəcək üçüncü təsnifat vəzifəyə. Yadda saxlayın yoldaşlar. Yardımçı vəzifələrin dördüncü təsnifatı isə düşür dördüncü, beşinci kateqoriya dövlət orqanlarına. Məsələn, yoldaşlar, Yevlax şəhər icra hakimiyyətində maşinçi vəzifəsi neçənci təsnifat sayılır? Biz bildik ki, maşinçi yardımçı vəzifədir. Və Yevlax şəhər icra hakimiyyəti də dördüncü kateqoriya dövlət orqanında, üzr istəyirəm. Dördüncü kateqoriya dövlət orqanında da maşinçi vəzifəsi düşür yardımçı vəzifələrin dördüncü təsnifatına. Aydındır yoldaşlar. Bax, bu şəkildə yadda saxlaya bilərsiniz. Bir də yadda saxlayın yoldaşlar, dövlət orqanlarının aparatlarının, həmçinin də digər struktur qurumlarının adları bir qayda olaraq Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. Deməli yoldaşlar, dövlət qulluqçularının ixtisas dərəcələrinə keçid alaq. İxtisas dərəcələri yoldaşlar, ümumiyyətlə dövlət qulluqçusuna inzibati vəzifə təsnifatına uyğun olaraq verilən bir ünsürdür. Yoldaşlar, bildiyimiz kimi inzibati vəzifələrin təsnifatına uyğun olaraq dövlət qulluqçularına bəzi ixtisas dərəcələri verilir. Bunlar hansılardır? Keçid alaq. İnzibati vəzifələrin ali təsnifatı üzrə ixtisas dərəcələri aiddir. Həqiqi dövlət müşaviri, birinci dərəcə dövlət müşaviri, ikinci dərəcə dövlət müşaviri. İnzibati vəzifələrin birinci təsnifatı üzrə birinci dərəcə dövlət müşaviri, ikinci dərəcə dövlət müşaviri, üçüncü dərəcə dövlət müşaviri. Məsələn, testdə sizə deyər ki, inzibati vəzifələrin birinci təsnifatı üzrə ən kiçik ixtisas dərəcəsi hansıdır? O saat fikirləşməlisiniz, inzibati vəzifələrin birinci təsnifatında hansı ixtisas dərəcələri var? Birinci dərəcə, ikinci dərəcə, üçüncü dərəcə dövlət müşaviri. Biz bilirik ki, burada ən kiçik ixtisas dərəcəsi üçüncü dərəcə dövlət müşaviri. Deməli, cavab olaraq üçüncü dərəcə dövlət müşavirini götürəcəksiniz. Deməli, yoldaşlar, inzibati vəzifələrin ikinci təsnifatı üzrə ikinci dərəcə dövlət müşaviri, üçüncü dərəcə dövlət müşaviri, dövlət qulluğunun baş müşaviri. Ümumiyyətlə, təsnifata daxil olan, inzibati vəzifələrin təsnifatına ilk dəfə daxil olan dövlət qulluqçusuna o təsnifatın ən kiçik ixtisas dərəcəsi verilir. Aydındır yoldaşlar. Məsələn, inzibati vəzifələrin ikinci təsnifatına ilk dəfə daxil olmuş şəxsə hansı vəzifə veriləcək, hansı ixtisas dərəcəsi veriləcək? Təbii ki, dövlət qulluğunun baş müşaviri vəzifəsi veriləcək, ixtisas dərəcəsi veriləcək. Deməli, yoldaşlar, inzibati vəzifələrin üçüncü təsnifatı üzrə dövlət qulluğunun baş müşaviri, dövlət qulluğunun kiçik müşaviri və birinci dərəcə dövlət qulluqçusu ixtisas dərəcələri verilir. İnzibati vəzifələrin 5-ci təsnifatı üzrə dövlət qulluğunun kiçik müşaviri, birinci dərəcə dövlət qulluqçusu, həmçinin ikinci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi aiddir. 6-cı təsnifat üzrə birinci dərəcə, ikinci dərəcə, üçüncü dərəcə dövlət qulluqçusu aiddir. Həmçinin də 7-ci təsnifat üzrə, yəni ən kiçik təsnifat üzrə ikinci dərəcə dövlət qulluqçusu, üçüncü dərəcə dövlət qulluqçusu, həmçinin kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilir. İnzibati vəzifələrin yoldaşlar ən böyük ixtisas dərəcəsi həqiqi dövlət müşaviridir. İnzibati vəzifələrin ən kiçik ixtisas dərəcəsi isə kiçik dövlət qulluqçusudur. Yadda saxlayın. Testdə düşsə bir qayda olaraq bu cür yadda saxlayın. Yardımçı vəzifələrin birinci təsnifatı üzrə dövlət qulluqçusunun baş referenti, dövlət qulluğunun böyük referenti, həmçinin dövlət qulluğunun birinci dərəcə referenti. Bu düşür yardımçı vəzifələrin birinci təsnifatına. Dövlət qulluğunun böyük referenti, dövlət qulluğunun birinci dərəcə referenti, dövlət qulluğunun ikinci dərəcə referenti. Bu düşür yardımçı vəzifələrin ikinci təsnifatına.
Dövlət qulluğunun birinci dərəcə referenti, ikinci dərəcə referenti, həmçinin üçüncü dərəcə referenti düşür yardımçı vəzifələrin üçüncü təsnifatına. Yəni bu ixtisas dərəcələri bu üçüncü təsnifat yardımçı vəzifələrə aiddir. Yoldaşlar, yardımçı vəzifələrin dördüncü təsnifatına isə dövlət qulluğunun ikinci dərəcə referenti, üçüncü dərəcə referenti və dövlət qulluğunun kiçik referenti ixtisas dərəcələri aid edilir. Bu cədvəldə də yoldaşlar hər biri qeyd olunubdur. Yəni inzibati vəzifələrin təsnifatı üzrə, həmçinin yardımçı vəzifələrin təsnifatı üzrə cədvəldə hər biri qeyd olunubdur. Sizə sual olaraq deyə bilər, məsələn, yardımçı vəzifələrin təsnifatı üzrə ikinci dərəcə referent hansı təsnifata aiddir? Biz bilirik ki, ikinci dərəcə referent dördüncü təsnifatdadır. Deməli, yardımçı vəzifələrin dördüncü təsnifatına ikinci dərəcə referent aiddir. Cavab olaraq onu götürəcəksiniz. Yardımçı vəzifələrdə təsnifat üzrə yardımçı vəzifələrin təsnifatı üzrə ən böyük ixtisas dərəcəsi baş referentdir, ən kiçik ixtisas dərəcəsi isə kiçik referentdir. Yadda saxlayın yoldaşlar. Bura qədər yoldaşlar, ümid edirəm ki, az da olsa yəni faydalı olar sizin üçün. Yəni mən test imtahanında son vaxtlar düşən yəni sual tiplərinə görə, analizlərimə görə bu tipdə izah eləməyə qərar verdim ki, sizin üçün də anlaşıqlı olsun. Hələlik yoldaşlar, bura qədər. Növbəti dərs izahlarında görüşənə qədər.